Gözlerini yum. Bedenin getdikcə daha çox rahatlayır. Bunu hiss et. Alnındakı, çənəndəki, boynundakı bütün gərginliyi burax. Nəfəs al və nəfəs ver. Nəfəs al və nəfəs ver. Hər nəfəs verərkən bədənindən bir az daha artıq stres axıb keçir. Hər nəfəs verərkən daha rahatsan, daha təhlükəsizsən. Buradasan, qorunursan. İndi təsəvvür et. Sənin içinə doğru bir nur axır. Bu nur, bu işıq isti və rahatdır. Bu işıq səni sarır, qoruyur. Bədənin və zihnin dərin qatlarına qədər gedir. İndi içindəki gələcəyə dair bütün ağır yükləri düşün. Əndişələrini, qorxularını, narahatlıqlarını düşün. Daşıdığın bütün məsuliyyətləri, cavabdehliyi, öhdəliyi düşün. Qorxular, ehtimallar, nə olacaq deyə narahatlıqlar, bunlar bir bulud kimi sənin başının üstündədir. İndi təsəvvür et ki, sən hər nəfəs verdiyində bu buludlar dağılıb göydə yox olur. Qayğıların, qorxuların, əndişələrin havaya qalxır, yox olur, toz olur, itir gedir. Çünki sən bilirsən, axı gələcək hələ gəlməyib. Gələcək yalnız sənin bu andakı enerjinlə formalaşır və sən bu anda sakit, rahat, qorxusuz bir enerjidəsən. İndi ruhunun dərinliklərindən gələn bir səslə bu sözləri məndən sonra təkrarla. Mən həyatın axışına güvənirəm. Mən öz daxili gücümlə hər çətinliyin öhdəsindən gələ bilərəm. Həyat məni dəstəkləyir. Mən hər zaman qorunuram və hər zaman ilahi güc tərəfindən yönləndirilirəm. Mən buraxıram, gələcək qayğısını buraxıram. Mən buraxıram qorxuları, ehtimalları, əndişələri buraxıram. Mən buraxıram gələcəyə dair bütün narahatlıqları, bütün düşüncələri, hər şeyi buraxıram. Mən bundan sonra bu anda yaşayıram və bu an mənim üçün sadəcə yetərlidir, kifayətdir. İndi özünü yüngül, azad və güclü hiss edirsən. Çünki bütün qayğılar, bütün qorxular keçmişdə qaldı. Sən öz gücünə, öz yoluna və həyatına tam etibar edirsən. Həyat özü səni ən doğru axışla aparacaq. İndi artıq bu ana qayıtmaq vaxtıdır. Sən yavaş-yavaş bədəninə qayıdırsan. Ayaq barmağından başlayaraq bütün bədənini hiss etməyə başlayırsan. Barmaqlarını tərpət, nəfəsini biraz dərindən al. Və hazır olanda gözlərini aç. Sən gözlərini açanda artıq
yenilənmiş, rahatlaşmış və yüngülləşmiş bir sənlə qarşılaşacaqsan. Şəfa olsun, şəfa olsun, şəfa olsun.